nemlendirici gündüz kreminden danışım ki ve biz gözümüzün altına krem vurduktan sonra mütləq şəkildə hər gün biz bu kremi istifadə etməliyik. Göstərmək istəyirəm sizə, baxın. Və bunun ən sevdiyim nədir? Digərində də bunda da belə bir qaşığı var. Yəni istəsəz bu qaşıqdan istifadə edə bilərsiniz. Və gördüyünüz kimi bunun da ağzı belə bağlıdır. Çünki bu bilirsiniz ki, gigiyenicəsi təmiz olmalıdır. Bunu biraz alına, biraz yanaqlara. Çok güzel kokusu var, onu deyim sizə. Və belə bir şəkildə ən çox da mimik qırışlar olan hissədə eləməyə lazımdır. Bu da həssas dərilər üçündür. Üstəgəldə vitamin kompleksi ilə zəngindir. Gördüyünüz kimi. Bunu hər gün istifadə eləsəz, sizdə olan mimik qırışlar aradan gedəcək və üzünüz hamar olacaq. Çünki indidən eləsəniz sizdə qırışlar olmayacaq və bu ən əsası odur ki, vitamin kompleksi ilə çox zəngindir. Ən çox məndə alnımda mimik qırışlar olduğuna görə daha çox alnımdan istifadə edəcək. İnşallah əminəm ki, həmin o mimik qırışlar da gedəcək.